Berjenskinin bir kitabı var. Məsləhət bilərəm, müsəlmanlar, mömin qardaşlarımız onu oxusunlar. Amerikalı bir alimdir, ümumiyyətlə Amerika siyasətinin memarıdır. Dünyanı biz necə idarə edirik? Birinci yolu da insanlar arasında milli, irqi ixtilaflar yaratmaqdır. Bununla idarə edirik. Hətta onların bəzi siyasətçiləri deyir ki, bizim dünyada ən uzun mənzilli raketimiz demokratiya raketidir. Yəni, dünyanın hər bir nöqtəsinə biz ata bilirik onu. Millətlər arasında ixtilaf yaratmaq üçün əvvəl gəlirlər, milli təəssübkeşliyi həddən ziyada təbliğ edirlər. İstəyirsən qarşı durma yaransın, milli təəssübkeşliyi, irqi təəssübkeşliyi, tayfa təəssübkeşliyi, kətçi, yerli təəssübkeşliyini artırır, təbliğ edir, eyni mənbədən gəlir. Sonra da onları qarşı-qarşıya qoyurlar.